Biz bilirik ki, 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi ilə nəticələnmişdir və əgər biz bugün bunu bu cür fəxrlə deyə biliriksə, bu Azərbaycan xalqının vətənpərvərliyi, igid oğullarımızın qəhrəmanlığı nəticəsindədir. Vətəni sevməyən insan olmaz, olsa o şəxsdə vicdan olmaz. Vətən torpağı müqəddəsdir, o əbədi və əzəlidir. Bizə əmanət olan bu vətəni qorumaq isə hər bir vətəndaşın borcudur. Bu sevginin, qəhrəmanlığın təməli isə təhsil ocaqlarında qoyulur. Bu baxımdan məktəblərdə tədris olunan Zəfər tarixi dərsliyinin rolu böyükdür. 163 nömrəli tam orta məktəbin 9B sinifinin şagirdləri deyir ki, tədris olunan Zəfər tarixi dərsliyini bu gün onlar sevə-sevə oxuyurlar. Zəfər tarixi kitabı ilə bağlı bunu deyə bilərəm ki, yalnız indiki nəslin yox, gələcək nəsillərin də, gələcəkdəki gənclərimizin də Zəfər tarixi ilə bağlı məlumatları olmalıdır. Çünki bu bizim indiki dövrümüzün, yəni ordumuzun rəşadətini, cəsarətini, xalqımızın birliyini və vahid olduğunu göstərir. Zəfər tarixində təkcə hərbi proseslərdən söhbət getmir, həm də burada Azərbaycanın humanistliyi, ondan sonra hər bir hadisəni hüquqla təqdim etməsi və qarşı tərəfə də öz humanistliyini göstərməsi ilə bildirir. Biz sadəcə burada tariximizi oxumuruq, həm də biz onun canlı şahidi olmuşuq. Bizim məktəbdən də bu 44 günlük müharibədə şəhid olan Cəmil Məmmədli var. Mən onun da burada əziz xatirəsini yad eləmək istəyirəm və buradan da bütün şəhid ailələrinə səbir diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bildiyimiz kimi bu cənab prezidentin xüsusi çıxışlarında bir təklifi idi ki, artıq bizim bu müqəddəs zəfərimizi məktəblərimizdə tədris olunmalıdır və ondan ilhamlanaraq belə bir layihə irəli çəkildi. Məhz məktəblərdə dərs keçən, vətənpərvər övladları yetişdirən bu müəllimlərin içərisindən seçilənlər zəfər tarixini yazmağa başlayıblar. Dərsliyimizdə tək zəfər tarixində olan Qarabağ müharibəsindən bəhs olunmur. Qarabağ müharibəsi ərəfəsindəki proseslər, sülh danışıqları öz əksini burada göstərir. Bizim üzərimizə düşən ən böyük məsuliyyət isə zəfər tariximizi hər zaman yaşatmaq və gələcək nəsillərə ötürməkdir.